Növbəti slaydda adi və onluq kəsrlərə aid müxtəlif tip xüsusi sual tiplərinin izahıdır. Bunların metodikası, həlli yolları müxtəlif formalarda olur. Ona görə gəlin bu tip suallarla tanış olaq. Deməli, baxın, bu formada nöqtəli sualları gördükdə mütləqdir ki, bunun həlli metodikasını sizə öyrədim. Gəlirsiniz burada əvvəlcə ilk hissədən buranı seçirsiniz, sondan da bu hissəni seçirsiniz. Bunları bir-birindən çıxırsınız. Çıxdıqdan sonra qayda odur ki, məxrəzdəki baxın, vuruqların fərqinə baxın, hamısının fərqi 4-dür. Vurulsuz 4-də 1-ə. Orada da qalır. Deməli, 3 vur 71 ortaq məxrəcdir. Burada da 71-i 3-ə vururuq. Çıxırıq 3 vur 3-ü. İxtisar aparanda burada qalır 68 bölünsün 71. Onu da vururuq 4-də 1-ə. Orada da qalır ixtisar aparanda 71-də 17. Bax, həlli metodikası bu cür olacaq. İkinci sual. N-in hansı natural qiymətində verilən ifadə tam qiymət alar sualdır? Müxtəlif tip buraxılış imtahanlarında bu cür suallara rastlaşırıq. Deməli, əvvəlcə biz nə etməliyik? N-i mötərizəyə vurub açmaq lazımdır. N-i n-ə vuranda n-in kvadratı, n-i 5-ə vuranda 5 vur n, üzərinə gəl 8 bölünsün n. Hər tərəfi n-ə bölürük. Bunu n-ə bölsəm n qalacaq. 5-ni n-ə bölsəm 5 qalacaq. 8-i n-ə bölsəm 8 böl n qalacaq. İndi burada n-in hansı natural qiymətə tam qiymət alır, onu tapmaq üçün 8-i bölməlisən n-ə. 8-i n-ə bölündə nə olur? Hansı ədədlər 8-i bölür, onu fikirləşməlisən. 1 bölür, 2 bölür, 4 bölür və 8-in özü bölür. Bunlar 8-i böldüyünə görə onda biz deyirik ki, n-in bu natural qiymətlərində bu ifadə tam qiymət almış olar. Növbəti slaydda belə bir sual tiplərlə tanış olduq. Məxrəci 183 olan neçə ixtisar olunmayan və ixtisar olunan düzgün kəsir var. Yoldaşlar, bunların da həlli metodikası özlərinə görə fərqlidir. Əvvəlcə 183-ü burada sadə vuruqlara ayırırıq. Sonra nə edirik? İxtisar olunmayanların sayını tapmaq üçün belə bir düsturdan istifadə edəcəyik. 183 vurulsun 1 çıx 3-də 1. O da vurulsun 1 çıx 61-də 1-ə. Baxın, belə bir qayda ilə həll edirik. Orada da olur 183 vurulsun. 3-də 3-dən 3-də 1 çıxanda 3-də 2 qalır. 61-də 61-dən də 61-də 1 çıxanda 61-də 60 qalır. Bunları ixtisar aparsaq, yerdə 2 vur 60, yəni 120 qalacaq. 120-si ixtisar olunmayanda. Bəs ixtisar olunan tapmaq üçün nə edirik? 183-dən çıxırıq olunmayanların sayını, yəni 120-ni, bir də əlavə 1-i çıxırıq. 1-i niyə çıxırıq? Çünki düzgün kəsir deyil. 183-də 183 axı düzgün olmayan kəsirdir, onun özünü çıxırıq oradan. Ona görə yerdə qalır 62 ixtisar olunan düzgün kəsir. Sonuncu suala keçid edək. Bunun qaydası necədir? Deməli, ilk növbədə 2520-ni yenə sadə vuruqlara ayırırıq. 2-yə bölürük. Burada nə qalır 2-yə böləndə? 1, 2, deməli 1260. Sonra yenə 2-yə bölürük, qalır 630. Sonra yenə 2-yə bölürük, 315. Sonra yenə 3-ə bölürük, burada qalır 105. 3-ə bölsək 35, 5-ə bölsək 7, 7-də 7-ə bölsək 1. Sonlu onluq kəsir şəklində dediyinə görə biz bilirik ki, sonlu onluq kəsirlərin məxrəzinin vuruqlara ayrılışında yalnız 2 və 5 ədədlər iştirak eləməlidir. 2 və 5 ədədlər iştirak eləməlidirsə, onda burada 3, 3 və 7 nə gəzir? Ona görə də bunları silirik. Yerdə qalan 2 və 5-ləri bir-birinə vurub, axırda yekun hasildən 1-i çıxırıq. Burada da olacaq 39 və onu da qeyd edək ki, niyə 1 çıxdıq? Burada da eyni söhbətdir. Düzgün kəsir dediyinə görə 1 çıxmaq lazımdır. Vəssalam. Bunun da cavabı 39 olmuş oldu. İzlədiyiniz üçün minnətdaram. Bugün biz adi və onluq kəsirlər mövzusuna aid əksər sual tipləri və nümunələrlə tanış olmuş olduq. Sağ olun. Növbəti dərslərdə görüşərik.